Enerji içkiləri həqiqətən də enerji verirmi? Gəlin görək tərkibində nə var? Kafein, yüksək şəkər, B qrup vitaminləri, bəzən də taurin. Taurin əsasən Red Bull kimi enerji içkilərində olur. Azərbaycanda istehsal olunan enerji içkilərində isə taurin adətən olmur. Çünki taurin bahalı bir maddədir. Əgər o enerji içkilərinin tərkibinə qatılsa, onun qiyməti 70-80 qəpik və yaxud da 1 manat olmaz. 3 manatdan baha satılmalıdır. Ona görə də Azərbaycanda istehsal olunan enerji içkilərinin içərisində əsasən kafein var, bol şəkər var və B qrupu vitaminləri çox az miqdarda var. Kafein nə edir? Kafein beynimizdəki yorulmaq simptomlarını müvəqqəti olaraq bloklayır və insana elə gəlir ki, o hələ yorulmayıb, enerjisi var. Şəkər isə, yəni 300 milliqramlıq bir qutuda təxminən 15 çay qaşığı şəkər olur. Şəkər anidən şəkəri qaldırır, qan dövranını sürətləndirir və biz elə bilirik ki, biz enerjiliyik. B qrupu vitaminləri isə üstündən yazılmağına baxmayaraq çox az miqdardadır. Demək olar ki, yoxdur. Yəni bir balaca tikə ət yesəniz, ondan 10 dəfə, 15 dəfə daha çox B qrupu vitamini almış olarsınız. Deməli, bunu belə bir təsəvvür eləyin. Elə bil ki, sizin bir telefonunuz var. Həmin telefonu zaryatkaya qoymusunuz, zaryatka 100% dolub və həmin telefonu ani bir şəkildə yüksək bir oyun oynayırsınız, mobil oyun oynayırsınız və onun gün ərzində 8 saat, 10 saata bitməli olan enerjisini 2 saat ərzində bitirirsiniz. Enerji içkisi də belədir. Sizə süni şəkildə bir enerji verir, amma 2 saatdan sonra sizin enerjiniz tükənir. Yəni 8 saata xərcləməli olduğunuz enerjini sizə 2 saata xərclədir. Bədənin özündə olan enerjini daha tez xərclədir və siz 1-2 saat enerjili olsanız da ondan sonra günün bütün hissələrində özünüzü yorğun, aqressiv hiss etmiş olacaqsınız. Ona görə də enerjini balanslı şəkildə istifadə etmək lazımdır. Enerji içkiləri eyni zamanda insanda kökəlmə kimi problemlər də əmələ gətirir ki, kökəlmənin də sonu şəkərli diabet, infarkt və sair insult riskləri ola bilər. Gün ərzində enerjili qalmaq istəyirsinizsə, səhər oyanan kimi limonlu su için və gün ərzində adi sudan bol-bol istifadə edin.